Təsəvvür eləyin ki, bir alış-veriş mərkəzinə girmisiniz. Satıcı qızların ətrafında başqa çoxlu alıcılar var. Siz əlinizdə bir geyim dayanıb satıcını gözləyirsiniz ki, qiyməti və ya ölçünü soruşasınız. Amma dəfələrlə müraciət eləyirsiniz, o qız sizə əhəmiyyət vermir. Hələ də başqaları ilə məşğuldur. Siz ona bəlkə də əsəbiləşirsiniz, məsuliyyətsiz olduğunu düşünürsünüz. Əslində bəlkə də günahkar siz özünüzsüz. Nəyə görə cır, zəif, qorxaq bir səslə soruşursunuz? Boğazınızı arıtlayın, nəzakətlə səsinizi ucaldın və təkrar soruşun. Budur, alındı. Hər dəfə işə yarayır. Satıcı dönüb mütləq sizə baxacaq və bu tələbkar müştərini məmnun eləmək üçün yanınıza tələsəcək. Səsinizin üzərində məşq edəndən sonra nitqinizdə çevriliş olacaq. Hara toxunsaz qapılar açılacaq. Odur ki, qərar verin. Mükəmməl nitq qabiliyyətinə sahib olun. Səsləndirdiyim bu fikirlər müəllifi olduğum Danışığınla Həyatı Qazan kitabındandır. Düzgün danışmağın yollarını və faydalı məşqləri də bu kitabda tapacaqsınız. Mütləq oxuyun.